Salam dəyərli tələbələr, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə şəxsi kabinetinizi necə artıra bilərsiniz, 50 manat necə yükləyə bilərsiniz, həmçinin də magistratura imtahanına necə qeydiyyatdan keçirsiniz, onu izah edəcəm qısa bir şəkildə, sürətli deyəcəm. Əvvəlcə bu hissəyə fin kodu yazmaq lazımdır. Mən indi fin kodumu bura qeyd edəcəm. Yəni bir tələbənin fin kodunu qeyd edirəm bu hissəyə. Şəxsiyyət vəsiqənizdə olan hərf və rəqəmlərdən ibarət 7 simvol ardıcıllığı. Bunu yazdıqdan sonra davam edə vururuq. İndi isə parolu yazacağam mən bu hissəyə. Parolu yazdıqdan sonra daxil ol düyməsinə vururuq və şəxsi kabinetiniz açılır. Əvvəlcə mən sizlərə pulu necə, yəni 50 manat necə yüklənir onu deyim. Baxın, bu hissədə diqqətli olun. Əlaqə məlumatları hissəsində əgər hazırda Bakıda imtahan vermək istəyirsinizsə, faktiki yaşadığı məntəqəni Bakı şəhəri eləməlisiniz. Harada Bakıda yaşayırsınızsa, ora yaxın bir ərazi üçün bura qeyd edirsiniz. Oldu. Bəzən də yəni Yasamal yazısız Nərimanova salır, amma problem yoxdur. Yəni əsas odur ki, Gəncədə yaşayırsınızsa normaldır, amma Bakıda imtahan vermək istəyirsiniz, çünki Bakıda oxuyursunuz, onda Bakı şəhərini seçməlisiniz. Yuxarı hissədən kabinetin nömrəsi. Baxın, yaxınlaşdırıram yuxarı hissəni. Kabinetin nömrəsini biz götürürük buradan, kopyalayırıq. Ctrl-C eləyirəm. Və ya siz vərəqə yaza bilərsiniz, heç bir problem yoxdur. Elə şəxsi kabinetdə hazırda açıq qalsın. Bununla bir problem yoxdur. Hesab.az saytına daxil oluram. Hesab.az saytına daxil oluruq. Daxil olduqdan sonra burada təhsil var. Baxın, bu hissədə görürsünüz hazırda. Təhsilin üzərinə vurduq bir dəfə. Ondan sonra isə Dövlət İmtahan Mərkəzini seçirik. Dövlət İmtahan Mərkəzini seçdikdən sonra ödəniş növünü biz elektron şəxsi kabinetin nömrəsi hissəsinə dəyişdiririk. Bayaqları burada kopyaladığım var idi, buradakı nömrə. Həmin nömrəni mən buraya yazıram. Siz oradakı öz nömrənizi yazacaqsınız. Davam edə vururam və burada çıxdı tələbəmin adı Oruzo Vələskər Vidadi. 50 AZN yazırıq. Bank kartınız Vizadırsa Vizanı, Masterdirsə Master işarələyirsiniz bu hissədə. Qeyd edirsiniz. İndi bizdə Vizadır. Vizanı qeyd elədim, davam etə vurdum. Burada yenidən yazır ki, hər şey nömrə budur, 50 manat, ad soyad atadır. Təsdiqlədim və artıq bank kartınızın 16 rəqəmini bura yazırsınız. Bank üzərində əlbəttə ki, gün və bitmə müddəti olur. Yəni bitmə günü və ili olur. Burada birinci növbədə yazırıq ora deməli. Ay, yəni ay deməlidir də. Zaten orada da görəcəksiniz. Yəni məsələn 0723 bura qeyd elədik. Bir də orada 3 rəqəmli kod olur. Həmin kodu da bura qeyd edirsiniz. Sonra bu P yazılacaq. O aktiv vəziyyətə gələcək. Belə bir şey yazım. İndi burada rəqəmlər yazım. Tutaq gözümdən yazıram nəsə. Bu gördüyünüz aktiv oldu. Vuracaqsınız bu hissəyə. Ondan sonra isə qeydiyyat artıq ödənişiniz başa çatmış olacaq. Yenidən şəxsi kabineti refresh eləyəcəksiniz, bir dənə yeniləyəcəksiniz. Bu hissədə 50 AZN yazılacaq. Oldu. Birinci hissə bu qədər. Yəni ödənişi bu qaydada biz ödəyirik. Rahat prosesdir gördüyünüz kimi. İkinci nə edirik? Gəlirik bu hissədə baş səhifə, yəni Dövlət İmtahan Mərkəzinin saytına daxil oluruq. dim.gov.az. Bundan sonra bakalavr elektron ərizəsinə bir dəfə vururuq. Və belə bir hazırda pəncərə açılır. Bu yeni interfeysdir. Daxil olun üzərinə bir dəfə vururuq. Yenidən eyni şeyləri yazırıq. Yəni əvvəlcə fin kodu yazacağım, sonra da parolu. Fin kod zaten burada var idi. Yəni mən bir də əllə yazmayacağam, kopyalayacağam. Fin kodu seçdim, kopyaladım, gətirdim bura yazdım. Növbətliyə vururuq. İndi isə parolu daxil edirəm mən. Parolu daxil elədik, daxil ola vurduq. Və hazırda deyir ki, təsdiq edilməyib. Yəni mən daxil ola bir dəfə də vururam, hazırda açılır. Burada 3 bölmə var. Şəxsi məlumatlar, ali təhsil, imtahan. Şəxsi məlumatlara daxil olduqda zaten görəcəksiniz. Sizin haqqında olan əsas məlumatlar burada qeyd olunur hər şey demək olar ki. Ondan sonra adınız və ya soyadınız dəyişməyibsə, burayla elə də bir ciddi işiniz yoxdur. Növbəti hissəyə gəlirik. Biz burada e-mail falan, bir dənə bu elektron post ünvanını siz şəxsi kabinetdən dəyişdirə bilərsiniz, yoxdursa da əlavə edə bilərsiniz. Onun mütləq olmalıdır özdə bu. Olmasa götürmür. Ona görə dimin yenidən yəni şəxsi kabinetə gəlirəm. Əlaqə məlumatlarına gəldim. E-mail hissəsini indi tələbəmin e-mailini qeyd edəcəm. Özünün mənə dediyi. Deməli, qeyd edirəm. Sizdə boş olsa mütləq qeyd edin. Zaten əgər boş saxlasanız öz axırda deyəcək ki, yanlışlıq edirsən, mütləq nəsə yaz. Yox, e-mailiniz qeyd olunubsa, onun içinə keçə bilərsiniz növbəti addıma. Mən artıq bəli, e-maili də yadda saxladım. Qayıdıram indi həmin hissəyə. Yadda saxla əmrinə bir dəfə vururam. Artıq görürsünüz, mənim oraya yazdığım mail burada gəlmiş oldu. Yadda saxlaya vurduq, keçirik ikinci hissəyə, yəni ali təhsil olan bölməyə. Ali təhsili vurdum, hazırda göstərir ki, Bakı Dövlət Kimya müəllimliyini mən burada X eləyim bunu əvvəlcə. Bunu əvvəlcə sildim. Normalda ali təhsil hissəsinə, bax, ali təhsilin üzərinə vuracaqsınız. Burada Azərbaycan ərazisində yerləşir seçir. Onu yazırsınız, davamı vurursunuz və burada sizi belə bir interfeys qarşılayır ki, bəli, bakalavriatda, yəni Bakı Dövlətdə Kimya müəllimliyi ixtisası dövlət sifarişçi. Hər şey doğrudur, bəli, doğrudur. O zaman seç düyməsinə vuracaqsınız. Sizdə də adətən doğru olacaq. Yəni
yanlış bir şey göstərilmir. Yox, burada heç nə görsənmirsiniz. Sonda bakalavriat təhsilim göstərilməyə vuracaqsınız. Ora sizə artıq müvafiq göstərişləri verəcək. Amma hamıda görsənməlidir bura. Seçim üzərinə vurduq. Ondan sonra burada bəzi şeylər görsənir. Dördüncü kurslar bura əl dəyməsinlər. Diplomu falan yoxdur. Siz hələ diplom almamısınız. Ona görə buralara toxunmursunuz. Sadəcə yadda saxla düyməsinə vurursunuz. Oldu, dördüncü kurslara aiddir bu. Məzunlar isə əlbəttə diplomun seriya nömrəsi falan bunları hər şeyi doldurmalıdır. Yadda saxlanın üzərinə bir dəfə vurdum. Artıq bu qədər. Magistratura təhsilinizdə yəqin ki, yoxdur. Yəni 4-cü kursda oxuyursunuzsa, yəqin ki, yoxdur magistr təhsiliniz. O zaman burayla işimiz bitdi. Bu hissəyə girməyəcəyik, imtahana giririk. İmtahan hissəsinə gəldik. İmtahan hissəsində karandaşın üzərinə vuracağıq. Buradan biz bölmə, az sektoru, rus sektoru. Biz belə deyim ki, yadınızda qalsın. Az sektorusunuzsa az, rusdursa rusa vurursunuz. Xarici dil hissəsində imtahan verəcəyiniz xarici dil, yəni hansından, hansı dildən sizə suallar təqdim olunsun. İngilis dili adətən seçirlər də, yəni tələbələr. Kimdəsə də rusdursa, rus seçsin, oldu. Yəni testiniz, yəni 25 sual oldu, bildiyinizdə nə deyirəm? Esse yazdığınız dil hansı olsun, belə deyim. Çünki bəzən bölmə ilə dili qarışdırırlar. Xarici dil nə olsun? İngilis dili olsun. İngilis, rusdursa rusu seçirsiniz. Və yaxud digər dillərdirsə hansıdırsa onu seçmiş olursunuz. Yadda saxlaya düyməyə vurursunuz. Aşağı ilə işiniz yoxdur. Aşağı hissə ilə sizin işiniz yoxdur. Yəni əksər tələbənin işi yoxdur. Onlar filologiya ixtisası üzrə, burada qeyd olunan ixtisaslar üzrə verilənlərdir. Nə deməkdir, onu izah edeyim. Əgər sizin ixtisasınız filologiya, dil ədəbiyyat müəllimliyidirsə, siz öz ixtisasınızı davam etdirmək istəyirsinizsə, onda mütləq buradan həmin ixtisası qeyd eləməlisiniz. Yəni Azərbaycan dilidirsə, Azərbaycanı qeyd eləyəcəksiniz seçin hissəsindən. Ondan sonra tutaq ki, ərəb dili üzrədirsə, ərəbi qeyd eləyəsiniz ki, o ixtisas üzrə keçə biləsiniz. Yox, sən Azərbaycan dili müəllimliyində oxuyursan, tutaq ki, deyirəm, vermək istəyirsən pedaqogika sahələri üzrə, onda buranı qeyd eləməsən də olar. Oldu. Kim ki öz ixtisası üzrə istəyir, Azərbaycan dili, filologiya, tərcümə ixtisasları, həmin bu hissədə dili qeyd eləməlidir. İngilis dili müəllimliyidirsə, ingilisi qeyd eləyir ki, magistrda öz ixtisası üzrə davam eləyə bilsin. Yadda saxla düyməsinə vuracağıq və bununla da bitmiş olacaq. İngilisi seçək buradan, yadda saxlaya vurdum. Yuxarı hissədə dedi yadda saxlanıldı. Artıq bu qədər. Sadəcə son olaraq təbii ki, nə etmək lazımdır? Təsdiq eləmək lazımdır. Burada deməli ödəniş yoxdur hazırda. Ödəniş olandan sonra da tamamilə təsdiq eləyirsiniz. Yəni artıq bu sonuncu mərhələ idi. Təsdiq eləyirsiniz, bundan da başa çatmış olur. Oldu? Son olaraq isə qətiyyən bunu yaddan çıxartmayın. Bax, burada status hissəsində təsdiq edilib yazılmalıdır və balansınızda olan 50 manat azalıb 0-0-a düşməlidir. Oldu? Yəni təsdiq edilib yazıldısa, demək artıq təsdiq edilib. Bu 50 manat da 0-0-a çatır. Bu qədər. Növbəti bir videolarda görüşənədək. Deməli, son olaraq isə siz bu hissədə təsdiq edilib yazsın görəcəksiniz və balansınızda olan 50 manat azalıb 0-0-a düşmüş olacaq. Təsdiq edilib yazısı gördünüzsə, o zaman artıq sizin qeydiyyatınız sona çatmış oldu. Bu günlük bu qədər. Növbəti videolarda görüşənədək.